Salam, hər vaxtınız xeyir olsun. Bu günlərin biz sizlə FC Akademiyanın kitabından riyazi əməllər mövzusunun 38-ci sualdan 50-ci suala qədər olan sualların izahına baxacağıq. Deməli, ilk növbədə onu deyim ki, 37-ci suala qədər olan bütün suallar rahatlıqla yerinə qoymaqla həll etmək mümkündür. Düzdür, 38-ci sualdan da bunu etmək olur, ancaq bir balaca tələbələri çaşdırmaq üçün fərqli metodlardan istifadə edilir. Hansı ki, həmin fərqli bu metodlardan, məsələn, elə biz birinə baxaq. Bax, mötərizənin içində t ilə 1 verib, ikincidə 4 ilə y verib və bunun 18-ə bərabər olduğunu deyir. Çox vaxt tələbə məsələn mötərizənin içini qoyur, yazır, bura yerinə yazır. Sonra ikinci qayda bunu həll edib, tənlik halında həll etməyə çalışır. Ancaq yəni bu sualın metodu elə deyil. Çünki elə metodla cavabı tapa bilməyəcəyik. Demək keçmək, yəni bunun isə çox gözəl bir yolu var. Həmin yol nədir? Və məsələn, biz görürük, eyni işarədirsə, mötərizələr, bərabər olan mötərizələr və dedim ki, bunlar bərabərdirsə və rəqəm verilməyibsə, deməli, həmin işarənin solundakı və sağındakı ilə ədədlər bərabərdir. Deməli, burada t-nin yerinə 4-dür, y-in yerinə 1-dir. Və burada da hər iki tərəfin 4 ilə 1 olduğunu görürüm, çünki bərabərdir. Heç mən bunu bura qeyd etmirəm. Eyni qayda t-nin yerinə 4, y-in yerinə 1 yazıram. Və 32 plus 12 cavabımı 44 alındığını görürəm. Keçək 39-cu suala. 39-cu sual da çox rahat bir sualdır. Sadəcə oxşarları ixtisar edirəm. İxtisar edəndən sonra işimi rahatlaşdırandan sonra başlayıram həll etməyə. Deməli, mötərizənin içini həll edək. 4 ilə 3. 4, bir də 3. M-in yerinə 4, n-in yerinə 3 yazanda burada edir 6, buraya elə də 10. 1 ilə 7. 1 ilə 7-ni yazırıq bura. M-in yerinə 1 qoyanda edir 2. Üstünə gəlilən 5 vur 7, 35. Toplayıram, edir 37. 10 və bir də 37-ni həll etsəm, bura yazıram 10. Burada yazıram 37. 37 ilə 10 toplayıram, edir 47. Bunlar da bir-birinə vuranda edir 141. Bunu vururam bura. 141. 40-cı suala baxaq. Eyni metoddur, ixtisar edirəm. Burada ixtisar edirik. Burada da oxşarları silirik. Oxşarları siləndən sonra yerinə qoyub bunun yəni izahı budur, burada da yəni budur. Bunu da izahı yəni izah etməyəcəm. Bunu bir tapşırıq kimi götürün. Bunu bir tapşırıq kimi həll edib rəylərə düzgün cavabları yaza bilərsiniz. Yəni çox rahatdır. Sadəcə oxşarları sildik. Yəni yerinə qoyub rahatlıqla tapa bilərsiniz. Birinci mötərizənin içini, sonra axırda bu işarəni. Keçək biz növbəti suala. Növbəti suala baxaq. Deməli burada deməli yerinə qoyacağam. Bax bu işarə. A-nın yerinə 6, B-nin yerinə 8, C-nin yerinə 7, D-nin yerinə də 5. Bunu yazdım. İndi başlayıram həll etməyə. 6-nın kvadratı 36. 36-dan çıxıram, D-nin kvadratı 25. Bu cavab nə oldu? 11. İndi keçək ikinci hissəyə. B-nin kvadratı 64. Çıxaq C-nin kvadratı 49. Burada da alındı 15. 11, 15. Bunu da yazıram bura. 11 və 15. Tapdım. İndi bu işarə olan hissəni həll edək. Burada A-nın yerinə 11, B-nin yerinə də 15, C-nin yerinə 2, D-nin yerinə də 18. Deməli, AC, A 11-dir, C2, 22. Bu bir sənə silək ki, beynimiz qarışmasın. A11, C2, 22, 22-dən çıxaq, D 18, elədi 4. BC, 15-i vururam 2-yə 30. 30-dan da çıxaq. A-nın yerinə 11-dir. Bu da 19. Cavabım elədi 4 ilə 19. Yəni C bəndi. Yəni çox rahat və sadə suallardan biridir. 42-ci suala baxaq. 42-ci sualda da bu işarənin olduğu soruşur və burada çox vaxt tələbə burada belə çalışır. A üstü 1, yəni A-nın yerinə 2 yazmırıq. A üstü 1-i 2-yə bərabərləşdiririk. Sonra çarpaz vurub 2A-nın 1 olduğunu tapıram və burada A-nın 2 ilə 1 olduğunu görürəm. A 2 ilə 1-dir və burada 2 ilə 1 yazsam
Buradakı ikili ixtisar gedəcək. Məxrəc 1 olduğuna görə 4 düşəcək aşağı. Bu olacaq 4. Həmin bu B işarəsi. B-nin də yerinə 2-dir. 3 vururam 2 edir 6. 4 6. Bura 4, bura 6 yazıram. Və burada da 4 6-nı bir-birinə vurur. Cavab eləyir 24. Deməli doğru cavab olmuş oldu. Keçək 43-cü suala. 43-cü sualda deməli mötərizənin içində eləyirəm 4 ilə 2-ni yazıram bura. Bura 4. B-nin də yenə 2 yazanda eləyir 4. 4. 4. 2 vuraq 4. 8. B-nin yerinə yazıram 4. 8 və 4. İndi mən bunları yəni işləmək üçün həmin bu məsələ üçün yerinə qoyuram ki, mən sonda nəticəni tapım. 8 ilə 4-ü yazıram bura. 2 vuraq 8 16. B-nin yerinə 4 yazanda eləyir 8. Bu da eləyir 11. Cavab 11 deyil. 11-i təzədən yazıram bura. Həmin bu 11-dən 2 gələm eləyir 13. Həmin bu 13-də bura yazıram. Üstünə də 1 gələm eləyir 14. Aha, sonra mən bu mötərizənin 14 olduğunu tapdım. Aha, indi keçək növbəti mötərizənin içində həll eləyək. Növbəti mötərizədə isə bu musiqidir. Yəni bu musiqi ilə yəni heç bir əvəzləməyə ehtiyac yoxdur. Burada deməli 2-ni, burada 1-i yazıram. A-nın yerinə 2 yazanda eləyir 4, B-nin yerinə də 1 yazanda eləyir 2. 2-ni 1-ə vurub eləyir 2, çıxanda 2, üstə 3 gəldi eləyir 5. 14 və 5. Və sonda yenidən həll edirəm mən bunu. Çünki burada yenidən bir əmin işarəni veribdir. A-nın yerinə 14, B-nin yerinə 5 verəndə 2 vuraq 2 14 vuranda eləyir 28. 28-dən çıxıram 10, 18, 18-dən 3 gəndə eləyir 21. Və cavabım burada eləyir 21. C bəndi doğru cavab olmuş oldu. 44-cü sual da bununla birə-bir demək olar. Eynidir, sadəcə işarələr fərqlidir. Deməli A-nın yerinə 4, B-nin yerinə 8 yazıram. 4, 8, 4, 8. Demək 2 vuraq 4, 8. Üstə gələk 24. 32 eləyir. 32-ni də təzədən yazıram bura. Onda 2 onda eləyir 64. Demək bu mötərizənin 64 olduğunu tapdım. İndi keçək növbəti mötərizəni həll eləyək. Növbəti mötərizədə isə bu hissənin 6, bu hissənin isə 2 olduğunu deyir. Deməli bura 6, bura 2. Deməli bura 6, bura 2. Deməli 6 2 yazdım. Bunu vururam 6-ya, bunu da vururam 2-yə. 12 üstə gələk 6 eləyir 18. 18-i yazıram. Bura bölürəm 2 eləyir 9. 64 9. Aha, indi sonra 64 bura 9 yazası olsam 2-ni vururam 64-ə 128 və 3B-nin də yerinə 9 yazsam 9 27 və cavabın 155 aldığını görürəm. 155 aldığını görürəm. Deməli 45-ci suala keçid eləyək. 45-ci sualda deməli 45-ci suala biz baxaq. Deməli A-nın yerinə 36. Bizə dəqiqə bunu heç yaxşı yaza bilmədik. 36. B-nin də yerinə 6 yazsaq və burada da A-nın yerinə 36. A-nın yerinə 36. B-nin də yerinə 6 yazsam. Deməli 36 6-nı bura yazıram. 36 12 yazıram. Çünki bura 6-nı vuranda 12 eləyir. 36 36 12. Deməli 36-nı 12-yə böləndə eləyir 3. Həmin 3-ü yazıram bura. Deməli bunun cavabı 3 olur. 36 ilə də bura 36 var axı. 36-da 3-ü təzədən bu işarənin yerinə qoymalıyam. 36 və 3. 36-nı da təzədən 3-ə böləndə eləyir 12. Burada A bəndi doğru cavab olmuş oldu. 46-cı suala baxaq. 46-cı sualda eynən bu qaydada da bunu da həll etmək qalır sizə. Sadəcə burada məsələn 6 3 6-nı 3-ü yazacağıq bura. Bura 6, bura olacaq. Yenə 6 çünki 3-ü 2-yə vuranda 6 eləyir. Təzədən yerindən 6-nı al. Bura yazanda. Bura 6. Bura 18. Bura eləyir 24. Aha 24. 24 də yazacağıq bura. Bura oldu 24. Elə tapşırıq ki verdim ancaq özümüz işlədik. Burada 5 ilə 7-ni yazanda
45. Burada 7 yazanda A-nın yerinə 5. B-nin yerinə 7 oldu 21. Bu da elə 26. Da 24 ilə də 26-nı qoyub da artıq qalanını həll etmək qalır sizə. Keçək 47-ci suala. 47-ci sualda isə bunun ən rahat sonu biz keçən videomuzda dedik. Yəni düzdür, çox insan necə rahatdırsa o formada işləyir. Ancaq yəni mən adi kəsirin bunları onluq kəsiri adi kəsirə çevirib işləməyi məsləhət görürəm. Çünki ixtisar etmək daha rahat olur. Keçək vaxt itirmədən sualımıza. A3-dür, B6. Deməli A-nı vurub 3-ü A3-də olduğuna görə vurub 2-yə eləyir 6. B də 0,5 2-də 1 deməkdir. 2-də 1 də 6-ya vuranda, yəni burada qıraqdan yazdım. 2-də 1-i 6-ya vuranda ixtisar gedir. Burada 1, burada 3. Cavab eləyir 3. Cavabımız eləyir 3. Və ona görə də həmin 3-ü yazıram bura. Hələ bunu toplamıram. Çünki bu xüsusi bir, yəni bunu da həll etmək lazımdır. 6-nın 3-ü yenidən yazıram bura. Deməli 1,5 2-də 3 deməkdir. Bax 1,5 belə gedir. Burada ixtisar edirəm. Burada 1, burada 2. Deməli 2-ni təzədən vururam. 2-ni vururam bu 1-ə. 2 qalır burada birinci məxrəcdə. 2-ni vururam 1-ə. 2 üstünə 1 gələndə eləyir 3. Eləyir 2-də 3. 2-də 3-ü vururam 6-ya. 2-də 3-ü vururam buradakı 6-ya vursam. Burada 6-ya vursam. Burada 1, burada 3 qalır və 9 eləyir. Təzədən bunları vururam 9. Deməli bura eləyir 9. B-in də yerinə 3 yazsam eləyir 6. Yəni bu çıxaq 5 hələ buradan çıxmayacaq. Çünki bunun özü bir həll olunası bir misaldır. Deməli 9 ilə 6-ya baxaq. 9 və 6-ya baxaq. 5 vur 9 45. B-nin kvadratı 36 çıxaq 36. Üstə gələk 1. 45-dən 36 çıxanda eləyir 9. 9-dan 1 gəndə eləyir 10. Aha, belədir 10. Ondan təzədən 5-ini də çıxa bilərəm. Eləyir 5. Və təzədən həmin 5-i yazıram bura. Həmin bu 5-in üstünə 1 gələndə eləyir 6. Cavabım elədir A bəndi 6. Yəni bu qədər sadə. Sadəcə çaşdırıcı formada olur. Aha. Deməli 6 8. A-nın yerinə 6, B-nin yerinə 8. 6 8 6 8. Başlayaq həll edək. Bura 6 ilə 8 qoyuram. Burada 6 ilə 8 qoyuram. Deməli burada eləyir 6 üstə gələk 16 22. Burada 12 üstə gələk 8 eləyir 20. Deməli burada elədi 22, burada elədi 20. Aha. Yenidən burada bir işarə də var. 22 və bunu. İndi gəlib burada yerinə yazıram. 22 20. 22-nin üstünə gəlirəm 40. Çünki 2-ni 20-yə vururam axı. Burada eləyir 62. D bəndi doğru cavab olmuş oldu. 49-cu suala keçid eləyək. 49-cu suala indi biz baxaq. 49 izah eləyək 49-cu sualı. Deməli burada məsələn veribdir. Həmin işarəni verib və onun K vurulsun A-B olduğunu deyir. Aha, biz birinci burada bizim köməyimizə çatacaq ikinci sətirdə olan hissədir. Deməli burada biz nə edirik? K vurulsun 12 çıxaq 3 yerinə qoyuram. A-nın yerinə 12, B-nin yerinə 3. Bununla bərabər də 3 olduğunu qoyuram və başlayıram tənlik kimi həll etməyə. 12-dən 3 çıxanda eləyir 9. 9K bərabərdir 3-dürsə, K bərabərdir 3 bölək 9. İxtisar gedir. Cavabımızın 3-də 1 olunduğunu görürəm. Deməli, K-mız 3-də 1-dir. Bunu tapdım. İndi mən K-nı tapdığıma görə rahatlıqla mənə verilən tapşırığı həll edə bilərəm. Eynən bu qaydada. Deməli, baxıram. A-nın yerinə 36, B-nin yerinə 12 yazıram. 36, 12. Deməli, 36-dan 12 çıxanda ilə 24. 24 də vururam 3-də 1-ə. Burada 1, burada 8 eləyir. Cavabım elədir 8. D bəndi. Yəni bu qədər sadə. Keçək sonuncu bu videonun sonuncu sualına. Deməli biz bu suala baxırıq. Demək olar ki, bayaqkı ilə oxşardır. Heç bir fərqi yoxdur. Deməli başlayıram həll etməyə.
12C 804. A-nın yerinə 12 yazıram. B-ni də yerinə C yazıram. Və başlayıram burada 12 vurulsun. C minus 1. Hələ ki budur. Demək, onu da bərabər etməliyəm. 8, 4 olan hissəyə bax, burası 8, 4. 8 üstə 1 gəlir 9. 9-u da ki vururam 4-ə, ödədir 36. Aha, tənliyim hazırdır. Başlayıram hələ. 36-ın böləm 12 eləyir 3. Burada C-nin bərabərdir, 4 olduğunu tapdım. Gördüyünüz kimi bu qədər sadə. İnşallah gələn videoda mən riyazi əməllərin bütün suallarının izahını etməyi düşünürəm. Güman edirəm ki, video faydalı oldu. Hər birinizə təşəkkür edirəm.